Mənim əmim qızıdır. Mən onun əmi yoxsa Necə idi? olayım. Dünən yeni toy olub, siz də Dünən bəli, mən toyda olmuşam. Belə normal, toy da normal keçdi, qəşəng idi. Uşaq gəldi, meydana da qəşəng çıxdı. Sonra axşam eşitdim ki, bəs qızı halı pisləşib. Dedilər ki, bəs apardılar xəstəxanaya, mərkəzi, Astara rayon mərkəzi xəstəxanaya apardılar. Sonra səhər öyrəndim ki, bəs uşaq rəhmətə gedib. Dünyasına dəyişib. Belə də. Bədəndən nəsə... Valla mən bir şey görə bilmədim. Yəni, sözüm, uşaq normal olur. Olub indiyə kimi Xeyr, qardaş, yəni şikayət olmuyor. Mən eşitməmişəm, biraz uzaq oluram. İndi əmim də bizi dəvətnamə verib, mən də getmişəm onun toyuna. Amma belə başqa bir şey eşitməmişəm. Ailəsilər yoxdur burada, əməliyyat olan? Xeyr, yoxdur. Onu polis qardaşlar məsələn onu izahatə görə onu aparıblar şöbəyə. Bəli, orada. Ümumiyyətlə bunlar neçə uşaq idilər bunlar? Uşaq sənə deyim də 3 qızdır, 2 oğlan. Bunlar çoxdandır nişanlı idilər, ya təzəlicə necə eşitmiş bunlar nişanlı? Valla nişanlı mən yalan deyərəm onu, mən bilmirdim. Bildiyini bu. Bəli.